Rusiya prezidenti Vladimir Putin mayın 20-si Çinə səfər edəcək. Trampın Pekin ziyarətindən dərhal sonraya təsadüf edən səfər beynəlxalq aləmdə müzakirələr yaradıb. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə qarşıdakı görüşün gündəliyi artıq tam müəyyənləşdirilib və tərəflər əsas məsələlər üzrə razılığa gəliblər. Gözləntilərə görə Putin və Xi Jinping arasında keçiriləcək danışıqlarda təkcə ikitərəfli münasibətlər deyil, beynəlxalq gündəmin əsas mövzuları da müzakirə olunacaq. Ekspertlərin fikrincə bu səfər Vaşinqtonda da diqqətlə izləniləcək. Pekində keçiriləcək sammit və Rusiya ilə yaxınlaşma fonunda yaranan mənzərə Donald Trampı narahat eləyə bilər. Bu isə yaxın həftələr və aylarda Birləşmiş Ştatlarla Çin arasında münasibətlərin yenidən gərginləşməsi riskini artırır. Xüsusilə də Vaşinqtonun Çinə qarşı yeni ticarət məhdudiyyətləri hazırladığı bir vaxtda. Hazırki atəşkəs görüntüsü çox kövrəkdir. Birləşmiş Ştatlar və Çin arasında həm ticarət, həm Tayvan, həm də silahlanma sahəsində ciddi və həll olunmamış ziddiyyətlər qalır. Bu problemlərin təxirə salınması gələcəkdə yeni qarşıdurmalara səbəb ola bilər. Kremlin Pekinə planlaşdırdığı səfərin əsas məqsədlərindən birinin iqtisadi əməkdaşlığın genişləndirilməsi olduğu bildirilir. Xüsusilə enerji ixracı, milli valyutalarla ticarət və yeni logistika marşrutları tərəflər arasında əsas müzakirə mövzuları ola bilər. Bu səfər iki ölkənin qərbin iqtisadi təsirlərinə qarşı alternativ mexanizmlər yaratmaq niyyətini də ortaya qoyur. Politoloqlar hesab edirlər ki, Putinin Pekinə səfərinin məhz Tramp və Xi Jinping görüşündən sonraya təsadüf etməsi diplomatik baxımdan önəmli mesajdır. Bu addım Kremlin Çinə strateji münasibətlərə verdiyi əhəmiyyəti göstərməklə yanaşı, beynəlxalq arenada siyasi koordinasiyanın gücləndirilməsi cəhdi kimi də qiymətləndirilir. Belə yüksək səviyyəli səfərlərin hazırlanması hər zaman çox incə diplomatik iş tələb edir. Moskva Pekinə göstərməyə çalışır ki, o etibarlı tərəfdaş və arxa dayaqdır. Vaşinqtonsa qlobal üstünlüyünü qorumaq üçün müxtəlif addımlar arasında tərəddüd edir. Qlobal iqtisadiyyatın və beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə, böyük dövlətlərin ardıcıl təmasları dünya siyasətinin gələcək istiqamətləri baxımından da maraqlı izlənilir. Ekspertlər yaxın aylarda ABŞ, Çin və Rusiya arasında münasibətlərin beynəlxalq təhlükəsizlik və iqtisadi proseslərə birbaşa təsir göstərə biləcəyini bildirirlər.